Hə. Mənim stoluma yaxınlaşdı, mənim stoluma müşfiq yumruqla vurdu ki, mənim qonağıma hörmətsizlik eləyə bilməzsiniz. Aha. O yaxınlaşanda müşfiqlə dalaşa çıxdılar çölə. Çölə çıxanlar dallarımla çıxdım, baxdım ki, o adamın cibində kaşlok var. Dedim, bir də müşfiq kaşlok aparar. Hə. Dalımla çıxdım, baxdım ki, Bravo'nun həyətini keçdilər. Hə, sağ ol. Daha mənim heç nədən xəbərim olmadı. Bir də o vaxt bildim ki, saat 4 iradələri idi. Aha. Sizin post patrolmasınlar, əməliyyatçılar gəldi ora. Hə. Əməliyyatçılar gələndə həmin adamı düşürəndə həmin adam qalxdı ki, məni burada vurdular. Deyəndə Elnarə adlı qız çıxdı dedi ki, mən vurmuşam peysər səni. Yenə də olsa yenə də vuraram. Həmin momentdə də Elnarə çiynini göstərdi ki, sən mənim çiynimi kəsmirsən. Dedi, nə ilə vurdu? Dedim, bilmirəm. İtəliyib, nə eləyib. Amma Elnarə dedim, mən vurmuşam. Hə. 13-cü bölmədə də Elnarənin izahatını götürmədilər ki, içkilisən, get sabah gələrsən. Mənim bildiyim bu qədərdir. Mən daha heç nə bilmirəm. Ailə, gör nə deyirəm? Bir nəfərdən danışdım, deyib səninlə söhbət gedir. Hə, bəs hamı görə deyib ki, Musa orada olubdu, Musa eləyibdi. Məndən soruşur eləməyiblər. Məndən soruşmayıblar, nə də mənim izahatımda yazılmayıb. Sən dəqiq izahatında yazıbsan, nə yazıbsan ki? Dəqiq, mən yazmışam ki, Skorpion adlı yerdə işləyirəm. Yox, Musa ifadə də verdi ki, mən niyə işinə yoxdur. Yəni, sən qulaq as, sən dəqiq nə yazıbsan ərzəndə? Demişəm də yazıyorsun ərzəvi. Yox, ərzəvi gördüm deyəndə, orada bir sən nətəri dedilər ki, qız itələmək zat, belə oldu da söhbət, bildin nətəri? Tam ətraflı ərzəni var vermirlər də. Demişəm ki, mən itələmişəm. Nətəri? Birinci dedim ki, mən eləmişəm. Yox, izahatında sən nə yazıbsan dəqiq? Ondan sonra səhətdə yazdım ki, müşürlə girmişlər içəri, oturdular. Ondan sonra dava düşəndən sonra müşür gördü ki, səskizdə davadır, kafedə dava düşməsin deyə müşür onların qolundan tutdu, həmin ölən oğlanı. Qolundan tutdu, çıxartdı sonra. Ondan sonra da gəldi ki, oğlanı vursun, oğlanı başı başladı. Bildim. Yəni, sən dəqiq ərzən budur da. 100%, onu etməyib, dərsən.